Biraz qəribə səslənən bir cümlə olacaq, amma həyatdır, hər birini istifadə edirik. Məsələn, belə bir söz var. Niyan qırırsan? Kar yoxdur. Bunu rus dilində necə deyərsiniz? Чё ты орёшь? Здесь глухих нет. Чё ты орёшь? Здесь глухих нет. Ona qeyd edim ki, kitab sözü deyil. Adi, gündəlik olan sözdür. Ola bilər siz istifadə etmirsiniz. Daha gözəl. Amma başqa bir istifadə edəndə başa düşəsiniz ki, nə demək istəyir. Əzizlərim, artıq özünüz məşğul olaraq özünüz müəllimsiz, kurssuz rus dili biliyinizi B2 səviyyəsinə kimi qaldıra bilərsiniz. Artıq özünüz mənim metodikam sayəsində məşğul olaraq rahat rus dilli insanlarla ünsiyyət edə biləcəksiniz. Öz probleminizi özünüz həll edə biləcəksiniz. Heç kimə ehtiyac qalmayacaq. Ona görə də əldə et, yaz bu nömrəyə, əldə et və başla. Sərbəst özün 5 aya rus dilində danışa bilərsən. Bu nağıl deyil, bu reallıqdır. 12 ildir rus dili tədris edirəm və bütün biliyim o kitabdadır. Ona görə əldə et, mütləq. Yaş həddi yoxdur. Rayonda mı yaşayırsan, başqa şəhərdə, başqa ölkədə fərq eləmir. Hər yerdən əldə edə bilərsən. Yetər ki, bunu istə, yetər ki, məqsəd yönlü ol və məqsədinə çatmağa mənim metodikam kömək edəcək.